Mən kiməm? Güzgüyə baxıram. Orada sadəcə bir iz görmürəm. Orada illərlə formalaşan bir ruh dayanıb. Dərin düşüncələrlə dolu baxışlar sanki içimdəki sualların cavabını axtarır. Gözlərim danışır, mən susuram və hər bir səs içimdə pıçıldayır. Mən kiməm? Uşaqlığımdan bəri suallar beynimdə çarpışır. İnsanlar nəyə görə sevinir? Niyə bəzi insanlar susur, bəziləri qışqırır? Həyat nədən ibarətdir? Mən bu dünyanın hansı yerindəyəm? Bu suallara cavab axtarırdı. Mən isə heç vaxt bu cavablardan qorxmadım. Düşünmək mənim nəfəs almağım qədər təbiidir. Mən duyğusalam, hər anı hiss edirəm. Hər sözü içimdə daşıyıram. Sadə bir səssizlikdə belə min fikir sığışdıra bilərəm. Bəzən bir mahnı kövrəldir, bəzən bir baxış illərlə toxunulmayan bir duyğunu oyadır. Duyğular məni zəif etmir, əksinə məni mən edir. Ailəmin məndə olan yeri isə sözlə izah ediləcək qədər sadə deyil. Mən anamın, atamın, babamın, nənələrimin sevimlisiyəm. Onların mənə olan güvəni, sən bacarasan demələri ayaq üstə qalmağı öyrətdi. Mən özümə inandım, çünki onlar mənə inandı. Onların yanında sustuğum zamanlar da oldu, güldüyüm zamanlar da. Amma hər an, hər halda bildim. Buradayam, sevilirəm, varam. Bu his, bu kök, bu dayaq şəxsiyyətimin bünövrəsidir. Məktəb illərim də bu formalaşmanın bir hissəsi oldu. Respublika fən müsabiqələrində final mərhələsinə qədər yüksəlmək, sadəcə 2 balla kəsilmək. Bu ilk baxışda məğlubiyyət kimi görünə bilər, amma mənim üçün bu zəfərin özüdür. Çünki mən o mübarizəyə ürəyimi qoymuşdum. Son nəticə məni sarsıtmadı, əksinə möhkəmləndirdi. Respublika fən olimpiadalarında 2-ci mərhələyə qədər getmək, məktəb rəhbərliyi və müxtəlif kurslar tərəfindən sertifikatlara layiq görünmək, bunların hamısı mənim inadımı, zəhmətimi, susqun səylərimi əks etdirir. Mən əlimdən gələni yox, bacardığımın ən yaxşısını etdim və hər dəfə bir addım daha irəli getdim. Bundan sonra da daha yaxşı nailiyyətlər əldə etmək üçün çalışacağam. Azadlıq. Mənim üçün bu sadəcə hərəkət sərbəstliyi deyil. Bu fikirlərimin, hisslərimin, arzularımın boğulmadan yaşaya bilməsidir. Özümü tapmaq üçün çox axtarışlara çıxdım. Bəzən bir kitabın səhifələrində, bəzən bir insanın səmimi gülüşündə, bəzən də gecənin səssizliyində tapdım özümü. Hər dəfə parçaları birləşdirdim. İndi bilirəm mən kiməm. Mən duyğularını gizlətməyən biriyəm. Mən düşüncələrini cəsarətlə ifadə edən biriyəm. Mən içində fırtına olsa da sakit görünən, amma hər zaman dərinliyində yaşamağı seçən biriyəm. Mən kiməm sualı indi məni qorxutmur. Bu sual mənim üçün bir başlanğıc nöqtəsidir. Çünki hər dəfə bu sualı verdikcə biraz daha özümü yaxınlaşıram. Və bilirəm ki, bu sualın cavabı bir cümləlik deyil. Bu cavab mənim həyatımın hekayəsidir. Mən İsmailova Adilə Elnar qızı. Göygöl rayonunun Kərəmli kəndində doğulmuşam. Duyğularını qucaqlayan, düşüncələrini azad buraxan, ailəsinin sevgisi ilə böyüyən, zəhmətinin dəyərini anlayan və həyatın suallarına cavab axtaran bir insanam. Əlbəttə, cavab hələ tam deyil. Bu yol bir başlanğıcdır. Mənim üçün mən kiməm sualı həm keçmişə, həm də gələcəyə dair bir axtarışdır. Hər bir uğurun, hər bir çətinliyin, hər bir anım mənə biraz daha özümü tamamlamağı, tanımağı öyrətdi. Bu yolda hər bir addım daha çox dərinlik qazanır, həyatımın mənasını daha da açır. Və nəhayət bilirəm ki, hər şeyin öz zamanı var. Mən bu sualı verdikcə özümü daha çox tapacağam. Hər bir sual bir açar olacaq. Amma artıq bilirəm mən kiməm. Mən hər gün özünü axtaran, hər gün beyni bir üzünü görməyə çalışan biriyəm. Mən heç bir zaman tamamilə bitməyəcək, amma hər anında daha da zənginləşən bir yolun içərisində gedirəm. Bu yolda uşaqlığımdan bəri içimdə olan bir arzu mənimlədir. İnsanlara kömək etmək, onların acısını yüngülləşdirmək, onlara ümid vermək. Bəlkə də bu arzularım kökləri elə o xəstəxana dəhlizlərində, həkim xalatlarında mənə baxan gözlərdədir. O zaman hiss etmişəm ki, bura mənim yerimdir. İndi də bu xəyal mənim içimdədir. Bu mənim ən böyük arzularımdan biridir. Bəlkə də bu yol heç vaxt düz bir xətt olmayacaq. Bəlkə də heç bir zaman tam başa düşməyəcəyim kim olduğumu. Amma bu yol məni tanıdacaq.
Hər anı, hər anki duyğuları, hər bir itirilən və tapılan parça mənim kimliyimi formalaşdıracaq və hər bir sualın içərisində biraz daha çox adilə oluram. Mənim yolum, mənim özüm olmağım nəhayətində cavab olacaq. Bu sual mənim həyatımın hekayəsidir və bu hekayə davam edir.